Hər vaxtınız xeyir. Test toplusu Azərbaycan dili 2-ci hissə 2025 mövzular arası əlaqənin testlərin bir neçə dəfəyə izah etdi. İndi isə üslubiyyat bölməsindən üslublar və onların növləri. Test 1. Aşağıdakı mətn hansı üsluba aiddir? Qədim Azərbaycan ədəbiyyatı haqqında məlumat mənbələrindən biri də dahi sənətkar Nizaminin əsərləridir. Nizami şifahi xalq ədəbiyyatının bir çox janrlarına, xüsusilə də qədim eposdan bacarıqla istifadə etmişdir. Bizdən istəyir ki, üslub hansıdır? Yəni, burada bir elmdən söhbət gedir. Məsəl üçün, epos termini falan vardır. Deməli, doğru cavab nədir? Məişət deyil, bədii deyil, fərdi deyil, rəsmi deyil. B variantı elmi üslub. Sonra, aşağıdakı mətn hansı üsluba aiddir? Mutasiyanın sıxlığını öyrənən mutasiya. Sıxlığını öyrənməyin həm nəzəri, həm də seleksiya işlərində çox böyük praktik əhəmiyyəti vardır. Seleksiya işləri təbii ki, bu da hansı üsuldur? Elmi üsuldur, elmi bir məlumatdır. Sonra, aşağıdakı hansı üsluba aiddir? Genlər nə qədər davamlı olsalar da, yenə müxtəlif daxili və xarici amillərin təsiri altında mutasiyaya uğrayır. Mutasiya təsəvvür ediləcək dərəcədə də seyrək baş verən hadisə deyildir. Deməli, bu da hansı üslubdadır? Təbii ki, üçsə də A variantı elmi üslubdur. Aşağıdakı mətn hansı üsluba aiddir? Bədii ifadə vasitələrinin bədii üslubdakı rolu çox mühümdür. Məcazlar vasitəsilə ədəbi bədii dildə yeni ifadələr yaranır. Təbii ki, burada yenə nədən söhbət gedir? Elmi üslubdan. Məcaz işlənmiş nümunəni müəyyən edin. Todan kəndindən olan topçu Məhəmmədi hamı tanıyırdı. Burada bir elmi üsluba aid bir şey yoxdur. Goranboyun tarixi eramızdan əvvələ gedir. Xeyr. Döyüşdə məcazi məna, daha doğrusu bədii üsluba aid bir anlayış yoxdur. A-da, B-də də elə. Döyüşdə Səlim və Eldar fərləndilər. Bu publistik bir cümlədir, üslubdur. Gülüstan kəndi düşməndən azad edildi. Yenə daş qəblə insanları neylərdin ilahi? Daş qəbli insan epitet, neylərdin ilahi? Bədii sual. Deməli, doğru cavab nədir? E variantı. Sonra digər suallara baxağın. Digər suallardan nə istəyir? Doğru cavabda. Deməli, 6-7. 6-da deyir ki, 6-da nə istəyir? Məcaz işlənmiş nümunə. Məcazlar da bilirik ki, bədii təsvir vasitələridir. Epitet, metafor, metonimiya, təşbih, simvol. Sərçələr evimin çardağında yuva qurmuşdu. Təbii ki, burada bir məcazilik bir şey yoxdur. O hər gün kərpic keçərək ruzi qazanırdı. Dağlar qarla örtülmüşdü. Xeyr. Bugün binanın təmiri bitir. Xeyr. Hava sakit, göy buludlu, sular gümüşdür. Hava sakitdir, göy buludludur, sular gümüşdür, gümüş kimidir. Deməli, nə vardı? Təşbih var, doğru cavab E variantı, o da məcazın bir növüdür. Mətn hansı üslubdadır? Ağacların sultanı, dünyanı yorub yola salmış qoca palıd, ağacın sultanı və s. və ilə axır. Bunlar nəyin göstəricisidir? Bədii üslubun. Mətn hansı üslubdadır? Böyük sərkərdəmiz Cavanşirin odlu qılıncı vəhşi və düşmənin başını qara dırnaqlı atının ayaqları altına atdı. Sonra Cavanşir bir dəstə atlı ilə hücuma keçdi. Deməli, odlu qılınc ifadəsi falan, bunlar hamısı nəyin göstəricisidir? Odlu qılınc. Necə qılınc? Odlu. Təbii ki, odlu qılınc ola bilməz. Epitet var, doğru cavab A variantı. Ədəbiyyatşünaslıqla bağlı əsərlər hansı üslubdadır? Ədəbiyyatşünaslıqla bağlı əsərlər təbii ki, elmi üslubdadır. Yəni, bu bir elmdir, ədəbiyyatşünaslıq. Bu da ki, elmi üslubun göstəricisidir. Ayrı-ayrı söz sənətkarlarına aid olan fərdi dil xüsusiyyətləri hansı funksional üsulda daha qabarıq özünü göstərir? Deməli, baxırıq, ayrı-ayrı söz sənətkarları deyirsən, onları, məsələn, Füzulinin dili, Nəsiminin dili, Nizaminin dili, fərdi dil xüsusiyyətləri hansı funksional üslubda özünü göstərir?
Təbii ki, bu nə olar? Bədii üslubda. Hansı funksional üslubda fərdi dil xüsusiyyətlərinə demək olar ki, təsadüf olunmur. Təsadüf olunmayan məişət, rəsmi işgüzar, elmi, publisistik, bədii. Deməli, nə olacaq bu? Təbii ki, rəsmi işgüzarda fərdi dil xüsusiyyətinə yer verilmir. Bədii üsluba aid xüsusiyyətdir. Fikrin müəyyən standart formada olması rəsmidir. Məntiqi ardıcıllıq elmidir. Bədii təsvir ifadə vasitələri C variantı. Qrafik vasitə elmi, yığcamlıq, sərbəstlik. Deməli, nə idi? Məişət. Yığcamlıq, sərbəstlik, məişət idi. Publisistik üsluba xas xüsusiyyətdir. Hamı üçün anlaşıqlı və aydın olması bu doğru variantdır. Deməli, aydın anlaşıqlı, fikrin müəyyən standart formada verilməsi, rəsmi işgüzar, məcazilik, bədii, dəqiqlik, ardıcıllıq, elmi, yığcamlıq, sərbəstlik, məişət. Eyni tarix hadisəyə əsr olmuş bu iki nümunənin hansı üslublara aid olduğunu müəyyən edin. Deməli, nə istəyir burada bizdən? Deyir ki, o məşum çaldıran müharibəsindən bir gün əvvəl yuxu görmüşdüm. Gördünüz mü? Dağlıq bir yerdə maral qovuram. Çata-çatda bir maral mağaraya girdi. İndi burada nə olar? Bu təbii ki, bir bədii üslub olar. Bir də deməli, bədii üslub olar. Səfəvi dövləti yaranandan sonra Osmanlı imperiyası onu rəsmən tanısa da, ancaq Azərbaycanı istila etmək fikrindən əl çəkmədi. Nəhayət, 1514-cü ildə 200 minlik qoşun ilə Azərbaycan üzərinə yeridi. Təbii ki, bu nə idi? Bir deməli, elmi üslub ola bilərmi? Bu da nədir? Elmi üslubdur. Deməli, doğru cavab nədir? B variantı. Bu iki nümunənin hansı üsluba aid olduğunu müəyyən edin. Azərbaycan Respublikasının dövlət dili Azərbaycan dilidir. Azərbaycan Respublikası Azərbaycan dilinin inkişafını təmin edir. Deməli, bu nə olar? Bu olacaq rəsmi işgüzar. Rəsmi işgüzar. Sonra rəsmi işgüzar. Azərbaycan dili morfoloji quruluşuna görə iltisaqi dil tipinə aiddir. Burada kök sabit qalır. Bu da elmidir də. Şəkilçi sözün sonuna artırılır. Deməli, rəsmi işgüzar və elmi. Sonra digər suallara baxaq. Digər suallar nə istəyir bizdən? Deməli, burada nə vardı? 16-cı sual. Bədii üsluba aid olan mətn parçasında hansı üslubun elementləri özün göstərir? Deməli, Vəliqulu üzünü tutdu Zeynəbə. Ana, Zibanın burnu qanayıbdır. Qoyma sürtsün üstünə. Bizdən də nə istəyir? Bədii üsluba aid mətn parçası Cəlil Məmmədquluzadənəndir. Bu təbii ki, nə ola bilər? Deməli, məişətə daha çox oxşayır. Deməli, nə ola bilər? Məişət üslubunun göstəriciləridir. Dialoq formasında qurulması, adi məişət danışığı filan nədir bu? Məişət üslubu. Deməli, sonra 17-ci tez. Bədii üsluba aid olan mətn parçası hansı üslubun elementləri özünü göstərir? Yenə baxırıq nədir? Xoş gəlmişsiniz, səfa gətirmişsiniz, həmişə siz gələsiniz. Bu nədir? Ay, günə dönmüsünüz. Bəyən belə qohumluq olar, belə sarılıq olar. Bu dediyim kimi, yuxarıdakı kimi yenə nədir? Məişətə üslubunda olan bir cümlədir. Bədii üslubdan bir hissədir, amma nə üzərində qurulub? Məişət cümləsidir. Deməli, doğru cavab nə idi? Hal-əhval filan və yaxud şikayət motivi, dialoq tərkibində dialoqun olması nəyin göstəricisidir? Məişət üslubunun göstəricilərindən biridir. Ona görə doğru cavab nə qalırdı? D variantı. 18. Hansı xüsusiyyət elmi üslub üçün səciyyəvi deyil? Düstur cədvəllərdən istifadə doğrudur. Standart formalardan istifadə rəsmi işgüzardır. Məcaziliyə yer verilməməsi, izah etmək, nəticə çıxarmaq xüsusiyyəti elmidir. Şərh etmə elmidir. Terminlərin işlənməsi elmidir. Hansı xüsusiyyət elmi üslub üçün səciyyəvi deyil? Dilin çətinliyi, deməli, elmi üslub üçün səciyyəvidir. Məcazidən istifadə bədiidir. Deməli, doğru cavab B variantı. Mürəkkəb cümlə, modal söz elmidir. Qrafik düsturlardan istifadə elmidir. Terminlərdən istifadə elmidir. Bu üslublar biri ədəbi dilin şifahi və sərbəst təzahür formasıdır. Şifahi və sərbəst təzahür forması məişət üslubudur. Şeir dili, nəsr dili, dramaturgiya dili deyərkən biz nəyi nəzərdə tuturuq? Təbii ki, deməli, bədii üslubun təzahür formalarını E variantı.
Bədii üslubda özünü göstərir. Söz sıralarının ciddi şəkildə qorunması xeyir. Deməli, sonra standart forma rəsmi işgüzardır. Obrazlı ifadələrə üstünlük doğrudur. Fikrin hüquqi əsaslığa diqqət edilməsi rəsmi işgüzardır. Məcazlardan istifadə deməli A variantı. Məişət üslubu üçün səciyyəvi deyil. Yalnız şifahi şəkildə mövcudluğu doğrudur. Nitqin sərbəstliyi doğrudur. Mürəkkəb cümlələrdən istifadə elmi üslub üçün səciyyəvi xüsusiyyətdir. Rəsmi sənədlərin dili üçün səciyyəvi deyil. Müxtəlif mövqe maraqları əks etdirir. Sonra müxtəlif mövqe və maraqları əks etdirən rəsmi üslubu üçün deyil. Bu publistik üslubu üçündür. Dil yığcamdır, normallığı var, hüquqi əsaslığı var, tarix əhəmiyyətliyi var. Hansı xüsusiyyət məişət üslubu üçün səciyyəvidir? Təbiilik, sərbəstlik ilə A variantı. Elmi üslub üçün səciyyəvi deyil. Müxtəlif qrafik vasitələr, termin sıxlığı təkmən, poetizmlər bədii üslubdur. Sonra cümləni düzgün tamamlayan bəndi müəyyən edin. Fərdi üslubun ən qabarıq ifadəsi harda özünü göstərər? Təbii ki, bədii üslubda. Bayaq dedik, hər şairin öz belə deyim də dili var. Hər əsərin öz dil göstəricisi var. O da şairin nəyin göstərir? Fərdi üslubun. Nümunələrin birində elmi üslubun xüsusiyyətini özünü göstərmir. Dəniz kimi mavi gözlər. Dəniz kimi mavi gözlər bədiidir. Bizdən elmini istəyir. Atmosferin yuxarı təbəqəsi oksigen az olur. Bədii təyin epitet deyilir. Düstur enerji vahidi. Bu düstur enerji vahidini tapmaq, bu düsturlu enerji vahidini tapmaq mümkündür. Deməli, hidrosfer yerin təbəqələrindən biridir. A variantı. Nümunələrin birində elmi üslubun xüsusiyyəti özünü göstərir. Havanın belə gözəl olması uşaqları sevindirirdi. Yox, məktəblilər bu xəbəri böyük sevinclə qarşıladılar. Yarpaqlar yaşıllıq verən xlorofil dənəciklərdir. Deməli, bu nə olar? C variantı. Sonra, verilənlər içərisində hansı üslubun xüsusiyyətləri yoxdur? Ara sözlərdən geniş istifadə olunur. Nə də elmi üslubda. Obrazlı nitq bədii üslubda. Sərbəstlik, təbiilik məişətdə. Aydınlıq, anlaşıqlıq xüsusiyyət diqqət yetirilir. Publistikdə. Deməli, nə qalırdı 30-da? Rəsmi işgüzarın göstəricisi yoxdur. Sonra digər suallara keçəyim. Digər suallar nə istəyir bizdən? Deməli, belə. 31-ci test. Verilən əsərin hansı üslubun xüsusiyyətləri yoxdur? Aydınlığa, anlaşıqlığa xüsusi diqqət yetirilir. Nədə? Deməli, publistikdə. Sonra sərbəstlik təbiilik əsasdır məişətdə. Düstur qrafik vasitə elmi. Standart formalardan istifadə rəsmi işgüzar. Deməli, nə qalırdı? Bədii üslubun göstəricisi yoxdur. Verilənlər içərisində hansı üslubun xüsusiyyəti yoxdur? Mürəkkəb cümlə tipləri, bədii, elmi. Ancaq şifahi şəkil, məişət. Lüğət tərkibi nə qədər yığcam, sintaksisi nə qədər məhduddursa, normallıq bir o qədər möhkəmdir, rəsmi işgüzar. Şeir, nəsr, dramaturgiya dili formasında təzahür edir. Bədii deməli nə qalırdı? Publistikin göstəricisi yoxdur. Verilənlər içərisində hansı üsluba aid xüsusiyyət yoxdur? Lüğət tərkibi nə qədər yığcam, sintaksisi nə qədər məhduddursa, normallığı bir o qədər möhkəmdir, rəsmi işgüzarın. Əsas əlaməti nitqin sərbəstliyi, təbiiliyi, məişət, fikrin yığcam ifadə etmək üçün müxtəlif qrafik vasitələrdən elmi, obrazlı, bədii deməli nə qaldı? Publistikin göstəricisi yoxdur. 34. Yenə verilənlər içərisində hansı üslubun xüsusiyyəti yoxdur? Təbiilik, sərbəstlik bu üslubun əsas göstəricisidir. Deməli, təbiilik, sərbəstlik hansında idi? Məişətdə idi. Lüğət tərkibi yığcam olan rəsmi işgüzar. Ara söz, elmi. Aydınlığa, kütləvi anlaşıqlığa, publistik nə qalırdı? Bədii üslubun göstəricisi yox idi. 35. Verilənlər içərisində hansı üslubun xüsusiyyəti yoxdur? Aydın anlaşıqlı olan deməli hansı idi? Publisistik, dialekt, üstün nitq forması, məişət, sonra modallıq bildirən elmi, varvarizm, vulqarizm, bədii deməli nə qalırdı? 35-də A variantı. Çünki rəsmi işgüzar üslubun göstəriciləri verilənlər içərisində yox idi. Verilənlər içərisində hansı üslubun xüsusiyyəti yoxdur? Mürəkkəb cümlədən geniş istifadə deməli elmi, aydınlıq, anlaşıqlı, publisistik,
Sonra obrazlı nitq, bədii, standart forma, rəsm, işgüzar deməli nə qalırdı? Məişət üslubuna aid göstərici yoxdur. Hansı söhbət hansı üslubdan gedir? Bu üslubda işlənilən feillər adətən əmr, xəbər, vacib, şərt şəkillərində olur. Digər üslublar kimi bu üslubda ədəbi dil normaları gözlənilir. Fərdi, xüsusi, fərdi üslubun təzahürlərinə əsasən yer verilmir. Söhbət nədən gedir? Rəsmi, işgüzar üslubdan. 38. Hansı üslubdan söhbət hansı üslubdan gedir? Dilin maksimallığı, mükəmməlliyi əsasdır. Dövlətarası sənədlər bu üslubla tərtib olunur. Bu üslubda lüğət tərkibi nə qədər yığcam, sintaksisi nə qədər məhduddursa, normallığı bir o qədər möhkəmdir. Rəsmi, işgüzar, A variantı. 39. Zərgələrin birində yalnız dilçilik elminə aid terminlər işlənmişdir. Təyin, katet, katet təbii ki deyil, təcil də deyil. Üslub, morfologiya, mutasiya deyil. İkisi ola bilər. Xəbər, ədat, benzol deyil. Sifət, arfepiya, sujet. Sintaksis, fonetika, leksim. Deməli nə qalırdı? 39-da E variantı. 40. Nümunələrin aid olduğu üslub xüsusiyyətləri müəyyən edin. Abala, sabah gedirsən Həsən kişinin yanına. Deyərsən ki, atamın səndən istədiyi ot bağlamalarını gətirmisənmi? Heyvanlar acından qırılacaq bu gedişlə. Burada bir yer dəyişmə var. Deməli, bizdən nə istəyir ki? Aid olduğu üslub xüsusiyyətlər. Baxırıq, dəqiqlik təbii ki yoxdur. Sərbəstlik var, bu məişət göstəricisi var. Burada dialoq, məişət danışığı. Sonra ola bilər, dialoji nitq forması ola bilər. Bir də nə var? Təbiilik. Təbii ki, bu məişət üsulunda olandı. Doğru cavab nə idi? B variantı. Avropanın bir çox televiziya kanallarında Alim Qasımov haqqında yayımlanan reportaj hansı üsluba aiddir? Deməli, bu məlumat da bir xəbərdir. Publistik üslub. Sonra verilmiş nümunələrdən hansı fikri mübaliğəli ifadə, hansı fikir mübaliğəli ifadə olunmamışdır? Meydana böyük insan kütləsi dolmuşdu. Təbii ki, meydana insan kütləsi dolmuşdu. Hiddət dağları titrətdi, yox. Yəni burada vardı da, dünya insan sevgisindən milyon dəfə kiçik idi. Burada da şişirtmə var. İnsan dünyadan böyük, sevgisiz ömür dünya boyda yük. İnsanın dünyadan böyük olması şişirtmədir. Təbii ki, bədii bir ifadədir. Elmin yollarında qayalar sərt-sərt. Dişim, dırnağımla qopartdım sizi. Dişlə, dırnaqla qaya qopartmaq şişirtmə deyilə. Doğru cavab nə qalırdı? Meydan böyük insan kütləsi. Meydana böyük insan kütləsi toplaşmışdı. Burada mübaliğəli bir şey yoxdur. Sonra digər testlər, deməli, nə var ona baxağın. Deməli, nə istəyir bizdən? 43-cü testdə deyir ki, verilmiş fikirlərdən biri səhvdir. Dilçilikdə üslub dil vasitələrindən məqsədyönlü istifadədir, doğrudur. Məişət üslubu dərsliklərin müxtəlif yığıncaqlarının dilidir, xeyr. Məişət üslubu adi gündəlik məişət dilinin göstəricisidir. Elmi təfəkkür tələbi ilə elmi üslub yaranır. Dil vasitələrindən xüsusi və ya şəxsi baxımdan istifadə fərdi üslubu, fərdi və yaxud belə deyim də üslubu meydana çıxarır. Bu doğrudur. Dil vasitələrindən məqsədyönlü istifadə iki formada özünü göstərir, doğrudur. Ümumi və xüsusi baxımdan. Deməli, nə qalırdı? Doğru cavab 43-də doğru cavab qalırdı B variantı. Bunu xəttləmişik. Dərsliklərin dili deyil də məişət üslubu. Sonra 44-cü testdə nə istəyir? Bədii üslub haqqında hansı fikir yanlışdır? Xitablardan, bədii nidalardan istifadə olunur, doğrudur. Sonra bu üslubda dialektizm var, vulqarizmə rast gəlinir, xalq danışıq dilinə yaxındır, mücərrəd obrazlığa yer verilmir, əslində verilir. Pologeniya, bölk, nimdər, çoxa kimi söz ifadələrin işlənməsi hansı üslub üçün deməli məqbuldur? Təbii ki, bədii üslubda vulqarizmə, varvarizmə, alınma sözlərə, bu kimi anlayışlara yer verilə bilər. Elmi üslub haqqında hansı fikir səhvdir? Deməli, mətbuatda funksionallaşır, olduqca müxtəlif mövqe maraqlar əks etdirir. Bu publistikdir. Yanlış elə A variantıdır. Elmi üslubun elm əsərlərinin, dərsliklərin, monoqrafiyaların dilidir, doğrudur. Məntiqlik
məntiqilik, ardıcıllıq, dəqiqlik, konkretlik kimi xüsusiyyətlərə malikdir, doğrudur. Bu üslubda ölçü vahidləri ixtisarla verilir, doğrudur. Mürəkkəb cümlələr, modallıq bildirən söz və ifadələr bu üslub üçün çox işlənir, doğrudur. A variantı yanlışdır. Publisistik üslub haqqında hansı fikir doğrudur? Deməli, dialektizm, varvarizm əsasən obrazın dilindən bu üslubda özünün əksini tapır. Bu şeydədir, bədiidədir. Mücərrəd obrazlıqdan istifadə olunmur, bəli. Səciyyələndirilən əsas nitqin sərbəstliyidir, məişət, fikri yığcam konkret ifadə etmək üçün diaqram, qrafik cədvəl elmi, arxetipli normalara riayət edən gündəlik ünsiyyət dilidir, məişət. Mən Həsən Arifoğlu Ələsgərli 1999 il martın 15-də Yevlax şəhərində anadan olmuşam. Həyatımın məktəbə qədər dövrü 3 nömrəli uşaq bağçasında keçmişdir. İndi burada bizdən nə istəyir? Təbii ki, deyir ki, hansı üslubu üçün? Bu bir tərcümə-i haldır. Deməli, tərcümə-i halda nədir? Rəsmi işgüzarın işgüzar sənədlərinə aid olan bir hissəsidir. Sonra rəsmi işgüzar üslub haqqında hansı fikirlər səhvdir? Dövlətçilik, müstəqillik ənənələri ilə bağlıdır. Bu doğrudur. Müxtəlif formullardan, düsturlardan yanlışdır. Obrazlı ifadələr işlədilmir, fərdi nitq ünsürlərindən qaçır, doğrudur. Əsas əlaməti kütləvi, anlaşıqlı, aydın publistikdir. 2 isə nə idi? Elm idi. Deməli, nə qalırdı? 2 ilə 4. 2 ilə 4-də qalanda doğru cavab nə idi? B variantı. Eyler-Venn diaqramına əsasən yanlış olanı müəyyən edin. Bədii üslub, rəsmi işgüzar üslub. Obrazlı emosional olur, deməli bədii üslub. Müxtəlif maraqları əks etdirir. Bu rəsmi müxtəlif maraqları əks etdirən publistik idi. Deməli 2 yanlışdır. Ədəbi dilin normaları hər ikisidir. 1-lər 3-lər doğrudursa cavabdan işimizi asanlaşdırırıq. Sonra məcazlardan geniş istifadə olunur, bədidə. 2, 4, sonra normallığı möhkəm olur. Bəli, terminlərdən istifadə olunur. Bu elmi üslubdur. 2, 4, 6 doğru cavab nə qalırdı 50-ci testdə? D variantı. 51. Hansı fikir elmi üsluba aid deyil? Elmi əsərlərin dilindəki fikirlər bir mənalı olur. Düzdür. Elmi əsərlər mətn yalnız terminlərdən ibarət olur. Yalnız terminlərdən ibarət olur. Fikri yanlışdır. Şərh etmək, izah etmək, müəyyən məsələ haqqında fikir söyləmək, nəticə çıxarmaq xarakterikdir, doğrudur. Sözlər terminoloji funksiya daşıyır, doğrudur. Hiss, həyəcan yaradan söz və ifadələr səcəvi deyil, bəli. Məişət üslubu ilə bağlı uyğunluğu müəyyən edin. Deməli, burada nə istəyir bizdən? Doğru, yanlış. Dialoji nitq formasıdır, deməli, nə götürəcək bunu? Biri götürəcək, doğru. Düzdürmü? Sonra, məişət üslubunda şəxsin istədiyi kimi danışması, danışan bilər, istədiyi kimi və yaxud hər hansı bir söz işlədə bilər. Məişət üslubu o demək deyil ki, ağzına nə gəldi danışacaqsın. Deməli, bu yanlışdır. Düzdür. Sonra nə vardı burada? Yanlış forması. Mən buradan səhv getdim bir dəqiqə. Tamam. Deməli, doğru budur. Yanlış budur. Sonra nə var idi? Ancaq şifahi şəkildə mövcuddur. Bu doğrudur. Sonra mürəkkəb cümlələrdən istifadə bu üslubun əsas xüsusiyyətidir. Bu yanlışdır. Deməli, elə olanda nə olurdu? Doğrumuz olurdu 1 ilə 3, 1 ilə 3. Düzdürmü? 1 ilə 3 doğrudur. 2 ilə də 4 nədir? Yanlışdır. 2 ilə 4. O da doğru cavab gəlib çıxırdı nə? B variantı. Deməli, üslubiyyətdən 52 test. İnşallah yerdə qalan 52 izah elədik, 97 test olmalıdır. 45 testi də növbəti videoda izah edəcəm.